Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Əşrəf qızı. Deməli, nümayəndə heyətləri İstanbulda yavaş-yavaş görüş yerinə gəlirlər. Görüntülər paylaşılıb. İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Türkiyə, Rusiya, Ukrayna arasında baş tutacaq danışıqlarda iştirak edəcək nümayəndə heyətləri görüşün keçiriləcəyi yerə gəlir. Görüş isə Dolmabahçədir. Dolmabahçə Çalışma Ofisində 2 ayrı görüşün baş tutması gözlənilir. Bugün İstanbulda bir daha bildirək ki, Türkiyə, ABŞ, Ukrayna və Türkiyə, Rusiya, Ukrayna görüşləri keçiriləcək. Ötən gün bu görüşlər alınmadı əziz tamaşaçılar və diqqətinizə çatdırım ki, həm də bugün Türkiyədə çox vacib qonaqlar var. Bu, deməli, Marco Rubio'dur. Eyni zamanda, deməli, xəbərlərə bir də nəzər salaq. Public News məlumat yayır ki, Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak, Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa və Müdafiə Naziri Rüstəm Umerov da İstanbuldadır. Bildirilir ki, Ukrayna tərəfi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kate Kellogg və Avropanın nümayəndələri ilə görüşüb və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio da Türkiyəyə gəlib. Necə deyərlər, Türkiyə qonaqlı qaraldı. Prezident Recep Tayyip Erdoğan özü ölkəsində olmasa da, o da Albaniyada rəsmi səfərdədir. O özü olmasa da, amma ölkəsində çox ciddi rəsmi qonaqlar var və onların da adlarını mən bir-bir sizin diqqətinizə çatdırdım. Əziz tamaşaçılar, deməli bir daha xatırladaq ki, Rubio'dan da bir açıqlama gəldi. ABŞ prezidenti Donald Trump və Rusiya lideri Vladimir Putin arasında Ukrayna böhranının həlli üçün nəzərdə tutulan görüşün vaxtı və yeri hələ müəyyən edilməyib deyə Marco Rubio demişdi. Amma yəqin bu bizim xəbərlərdə, bu Trumpla deməli Putin arasında. Amma az əvvəl elə Ağ Evdən bir açıqlama olmuşdu. Onlar demişlər ki, mütləq onlar bir otaqda görüşəcəklər, amma çox yaxın vaxtlarda deyirdilər, konkret vaxt isə bildirmirdilər. Rubio isə deyir ki, bu məsələ üzərində işlədiyimiz aylar ərzində öyrəndiklərimizi nəzərə alsaq, Trump Putinlə danışıqlar masasına oturana qədər heç bir şey olmayacaq. Hələ tarixi və yeri bilmirəm, amma bu anda bu həqiqətən də yeganə fürsətdir deyə Marco Rubio'nun da belə bir açıqlaması hər halda paylaşıldı. Və əziz tamaşaçılar, mən isə qonağımı sizinlə tanış edəcəyim. Bu Ümid Partiyasından Talih Əliyevdir və biz birlikdə deməli Putin-Trump münasibətləri, elə başlığımızda Trump-Putindən qorxurmu sanki belə bir təəssürat var, bu olacaq və həm də İstanbul görüşü ortaya nəyə qoyacaq, yeri gəlmişkən İstanbulda görüş keçirilir, insanlar diplomatiyaya üst tutublar, digər tərəfdən sahədə də əməliyyatlar keçirilir, dünən belə deyək, çox gərgin bir gecə olub və Krımda əməliyyatlar aparılıb, Krımın 2 aeroportu deməli bağlanılıb, vurulub daha doğrusu, Ukrayna tərəfinin F-16 deməli qırıcısı məhv edilib. Hər halda əziz tamaşaçılar, deməli gərgin bir gecə keçirilib, yəni Ukrayna tərəfi Krım məsələsində mövqeyi də bəllidir, amma buna rəğmən elə yəni mövqe bundan ibarətdir ki, Krım Ukraynanın ərazisidir. Deməli bunu biz heç vaxt Rusiyaya peşkəş etməyəcəyik. Bəlkə də elə buna görə də ötən gün əməliyyatlar məhz Krımda aparılıb və Ukrayna orada çox ciddi bir əməliyyat həyata keçirib. Bununla da yəqin ki, Rusiyaya bir mesajını vermiş olub. Bugünkü gündəmimiz əlbəttə xüsusilə bunları əhatə edəcək. Sizdən ricam verilişimizi bəyənin və paylaşın. Mən isə Talih bəyi bir salamlayım. Talih bəy, xoş gəlmişsiniz. Xoş gördük Ləman xanım, xoş gördük dəyərli Laf TV izləyiciləri. Talih bəy, siz dünən deməli bizim qədər biz çox həssas yanaşdıq bu görüşə. Əslində hərçənd mən də düşünürdüm ki, bəlkə də elə deymişdim də ki, bu fiyaskoya oxşuyur. Yəni o görüş baş tutmaya bilər. Çünki görüş ərəfəsində o qədər qarşılıqlı təhqirlər səsləndi ki, məsəl üçün Şoygu Zelenskini təhqir etdi, ardınca Zaxarovadan təhqirlər gəldi. Ən betərini Lavrov etdi. O Şoygu dedim, Lavrov deyəsiniz. Bəli, Lavrov. Və onun ardınca da əlbəttə deməli Ukrayna tərəfinin bir mövqeyi açıqlandı Xarici İşlər Nazirliyi. Onlar hürürlər, qoyurlar hürsünlər, belə filanlar. Yəni çox belə təhqirlərlə mən düşündüm ki, çox görüş alınmayacaq və yanılmadım da. Görüş baş tutmadı, bugün isə reallaşacaq.
Nə gözləyirsiniz bu görüşdən və dünən də siz də bizi kimi özünüzü o görüşün fiyaskoya uğrayacağına kökləmişdinizmi? Yoxsa bu görüşdən bir gözləntiniz vardımı və bu gün də varmı? Buyurun. Çox sağ olun Ləman xanım. Azərbaycanda bu şəhərdə bir tamaşası var və onun məşhur aktyorlarının belə bir səhnəciyi var ki, bir elçilik məsələsi olur. Dəvət edirlər ki, Rafael Coşqunu dəvət edir ki, belə bir məsələ var. Deyir, hə, tərifin biri 1 qəpikdən. Deyir, yox, bu iş alınmamalı. Deyir, onda təqdirin biri 1 qəpikdən. Yəni, bu görüş ərəfəsi, tərəflərin bir-birinə ünvanladığı o təqdirlər və bu gecə Ukrayna tərəfinin qırma hücumu olmuşdursa, dünən gecədə bilirsiniz ki, 20 miqyaslı Rusiya dronlarının Ukraynaya hücum əməliyyatları olmuşdu. Bax, bu proseslər söznası onu göstərirdi ki, dünən elə sizin efirinizdə Ümid Partiyası lideri İqbal Ağazadə ilə də çox maraqlı və baxımlı bir efiriniz oldu. Orada da İqbal bəy çox yaxşı bir söz dedi ki, son zamanlar bu artan politologların şərhinə mən bəzən baxıb gülüb keçirəm. Yəni, olsun, hər kəsin fikir düşüncə azadlığı var, fikrini bildirmək də onun haqqıdır, amma bu kimi ciddi məsələlərdə mən də elə hesab edirəm ki, daha çox ciddi fikirlərin öyrənilməsi, ictimaiyyətə təqdim olunması daha təqdirə layiq haldır. Sözün açığı, o sadaladığımız səbəblərdən mən görüşdən ciddi nəticə gözləmirdim. Nəzərə alsaq ki, bugün Rusiya ilə Rusiyanın işğal siyasətinin durdurulmasının belə deyək də, ana xətləri ilə bağlı bir-birinə tamamilə zidd mövqeləri mövcuddur. Yəni, Rusiya təklif edir ki, biz Ukrayna tərəfi ilə o vaxtda sülh sazişi imzalayarıq ki, Ukrayna 2014 və 2022-ci illər Rusiya işğalını yeni reallıq kimi qəbul eləsin. Söhbət Krımın, Donetskin, Luganskin və 2022-ci ildən sonra da işğal olunan Zaporojye və Xersonun Rusiya ərazisi kimi tanınmasını rəsmən qəbul etsin və ardınca da Ukrayna bir tərəf dövlətə çevrilsin, neytral dövlət olsun. Əslində, Rusiyanın təklif elədiyi bu sülh sazişi deyil, bu kapitulyasiya aktıdır. Ukraynanın kapitulyasiyasından başqa bir şey deyil, sadəcə adını sülh müqaviləsi qoyur. Ukrayna tərəfinin isə istədiyi Ukraynanın BMT-yə üzv olarkən tanınmış sərhədləri daxilində yenidən Ukraynanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsidir. Bugünkü reallıq isə bugün tamamilə hər iki mövqeyinin ziddinədir. Ona görə mən əvvəlcədən bu görüş üçün o qədər də ümidli deyildim. Burada sülhdən daha çox da gözləntilər atəşkəslə bağlı idi. Atəşkəs də yenə real görünmürdü. Çünki artıq Rusiya tərəfi çox açıq-aydın fərqindədir ki, uzun müddətli atəşkəs, qısa müddətli atəşkəs imitasiyadır. Rusiya bunu birinci dəfə tətbiq elədi Pasxa bayramı ərəfəsində. Bu hər iki xalqın bayramı oldu. 9 mayda. Bəli, hər iki xalqın bayramı olduğuna görə Ukrayna tərəfi də buna etiraz eləmədi. Amma ikinci dəfə Rusiya öz evində belə deyək də toy bayram eləmək üçün ərazisini işğal elədi, əhalisini qətl elədi. Ukrayna dedi ki, gəl 3 günlükdə biz atəşkəs elan eləyək, ondan sonra mən sizi öldürməyə davam eləyərəm. Ukrayna tərəfi də buna haqlı etiraz elədi və həm də təkcə Rusiya tərəfini deyil, Rusiyaya gələn rəsmi qonaqları da təhdid edəcək bir dildə danışdı ki, biz ora gələcək qonaqların təhlükəsinə təminat vermirik. Biz elə ayın 6-sı, 7-si, 8-i Rusiya ərazisində, xüsusən də hava məkanlarında yaşanan böhranın, yaşanan dəhşətin və vəhşətin sosial şəbəkələr üzərindən də şahidi olduq. Yəni, bu sadaladığımız faktlar ona əsas verirdi ki, hətta atəşkəslə bağlı da İstanbulda ciddi nəticə əldə oluna bilməyəcək. Çünki uzun müddətli, yenə deyirəm, atəşkəs Rusiyanın əlini qolunu bağlı vəziyyətdə saxlayır, əvəzində isə Ukraynanın dirçəldilməsi üçün, tükənmiş ehtiyatlarının komplektləşdirilməsi üçün yeni imkanlar, yeni fürsətlər yaratmış olur. Gəlmişəm, bu gün elə Xarici İşlər Nazirliyinin bir ailələr rəsmi açıqlaması var idi ki, Ukrayna bu 30 gün ərzində, 30 günlük atəşkəs ərzində, yəni güclənə bilər. İndi mən bir sual maraqlandırır ki, Ukrayna güclənəcəyi təqdirdə Rusiya özü güclənmir mi? Yəni bundan niyə ehtiyatlanır ki? Bilirsiniz, bir var zəifi öldürmək eləmir. Bugün bu atəşkəs əldə olunanda Qərb tərəfindən Ukraynaya verilmiş dəstək Ukraynanın, yenə təkrar qeyd eləmək istəyirəm ki, itkilərinin bərpasına yönələcəkdir. Daha çox kompleks. Amma Rusiya üçün tətbiq olunan sanksiyalar aradan qaldırılmır.
Rusiyanın bu 30 gün olsun, ondan biraz çox olsun, ateşkəs müddətində iki qazancı ola bilər. Birincisi, istehsal etdiyi və min bir yolla tapıb topladığı, söhbət həm İrandan, həm Şimali Koreyadan aldığı mərmilər atılmır, ambarlarda və yaxud da ki, elə döyüş mövqelərində patlamamış vəziyyətdə qalır. Bir də ki, şəxsi heyəti həlak olmur və həyatı qabiliyyətini itirilmiş vəziyyətə gəlib çıxmır. Yəni 50-lik qazanmır. Rusiya tərəfinin qazancı bu olur. Amma Rusiyanın sanksiyalar tətbiq olunmuş maliyyəsi, strateji məhsullarının beynəlxalq bazara, xüsusən də qərb bazarına çıxışının heç bir dəyişiklik yaranmır. Rusiya xüsusilə də texnoloji təyinatlı məhsulların girişinə şərait yaradılmır. Əvəzində bu 30 gün ərzində, bilirsiniz, Rusiya üçün bu sadaladığım faktlar qədər də ən ciddi problem nədir? Bugün Rusiya sadə vətəndaşı, sosial problemlər içərisində əzilən vətəndaşı öz haqqını sona qədər tələb eləməyə qorxur. Qorxur ki, rəsmilər onu vətən xaini adlandırsın ki, axı ölkədə müharibə gedir, vətəndaş, sənin bu kimi problemlərin ola bilər. Müharibə dayanacağı təqdirdə dövlətin vəzifəsi məhz o sosial problemlərin vurğulanına saldığı vətəndaşı oradan dartıb çıxartmaq olmalıdır. Rusiyanın isə iqtisadi, sosial resursları bugün buna kifayət etmir. Etmədiyinə görə də uzun müddətli atəşkəs Rusiya tərəfi üçün iki tərəfli problem yaradır. Həm daxildə Rusiyanın üzərinə xalqın ayaqlanması prosesi yaşana bilir, digər tərəfdən də düşmən hesab elədiyi Ukrayna tərəfinin bu prosesdən maksimum dərəcədə yararlanması baş verə bilər. Ona görə uzun müddətli atəşkəs Rusiya tərəfinə sərf eləmir. Rusiya, bu necə ki, vaxtı ilə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsində Azərbaycan mərhələli sülh planını daha çox təklif edirdisə, Ermənistan paket həllini. Çünki istəyirdi ki, işğal olmuş torpaqların işğaldan azad olunmasından o qondarma dırnaqarası Qarabağın da müqəddəratı təyin olmuş olsun. Bugün də eyni siyasəti Rusiya tərəfi istəyir ki, atəşkəs müddətində həm də o sülh sazişinin mətni və prinsipial sayılan məqamları razılaşdırılsın. Yəni, prinsipial deyəndə də söhbət Rusiyanın işğal elədiyi ərazilərin Rusiya ərazisi kimi tanınması və Ukraynanın o bir tərəf dövlətə çevrilməsi nəzərdə tutulan kapitulyasiya aktı rəsmən atəşkəs sənədi ilə eyni zamanda imzalansın. Təsəvvürünüzü götürürsünüz, Rusiyanın nümayəndə heyəti Putinin iştirakı ilə müşavirə keçirilir, İstanbula göndərilir. Elə onlar Moskvanı tərk edər etməz Rusiya dronları Ukrayna ərazisinə iri miqyaslı hücum əməliyyatı həyata keçirir. Təyyarələr İstanbula, dronlar Kiyev üzərinə. Bəli. Yəni, belə bir məqamda atəşkəs olmadan sülh danışıqlarının hansı effekti ola bilər? Təbii ki, bunun elə ən bariz nəticəsi hər iki ölkə rəsmilərinin İstanbulda bir-birinə atmacalı sözlərindən o tərəfə keçə bilməz. Doğru. Deməli, Talib bəy, yeri gəlmişkən elə danışdınız, Qarabağ məsələsində xatırlatdınız. Biz həqiqətən də gördük, 30 ilə yaxın bu danışıqları gördük. Nə qədər adamlar gəldilər, ay nə bilim, hansı qurumlar yaratdılar, ATƏT yaratdılar, ATƏM yaratdılar, nə bilim, nələr yaratdılar. Biz çox gördük bunları. Lissabon samiti, nə bilim, samitləri, orada bu Kazan prinsipləri. Bəli. Deməli, biz bunları çox yaşadıq. Ona görə yəni bu danışıqların bir səmərə verəcəyinə inanmıram. Mən elə gəlir ki, həqiqətən də ən axırda söz sahədə olandır. Yəni burada mütləq və mütləq bir qalib olmalıdır. O ya Ukrayna olmalıdır, ya Rusiya olmalıdır. İndi Ukraynanın imkanlarını biz görürük. Baxmayaraq ki, deməli, indi dünya zamanında da bu münaqişə başlayandan Ukraynaya silahı gözündən asasa verdi. Və indi də, nə bilim, Rusiyaya ay sanksiyalar tətbiq edirik. İndi 20-ci paket təqdim olunacaq. Bayaq Merzin bir açıqlaması vardı, Almaniyanın yeni kanslerini. Amma biz həm də ötən günlərdə nəyi müşahidə etdik? Bu təşəbbüsün səbəbkarı olan Vladimir Putinin, Rusiya prezidentinin, belə deyək də, bir dünyaya bir meydan oxumasını. Adam gəlmədi də. Ortaya da göndərdiyi adamlar oldu sıradan, nə bilim, belə ikinci dərəcəli adamlar. Bəli, əsas. Dünən çox doğru olaraq Zelenski orada bildirirdi ki, necə olur, mən Sibiqanı gətirirəm, o tutaq ki, Lavrovun mavinini gətirir. Mən gəlirəm, o özü gəlmir. Və s. Mən müdafiə nazirimi gətirirəm, o gətirmir. Bu deyir, Türkiyəyə hörmətsizlikdir, ABŞ-a da hörmətsizlikdir. Heç yazıq yetim öz adını çəkmir ki, mənə də hörmətsizlikdir demir. Amma yəni deyir ki, bu adam saymadı, gəlmədi və Trump da yaxın şərqdə səfərdədir. Onun da açıqlaması belə oldu. Əvvəl deyirdi ki, Putin gəlsə mən də gələcəm. Dünənsə dedi ki, mən gəlməyən yerdə Putin niyə gəlir ki, biz sonra görüşəcəyik.
və yaxud mən ayın 16-da gələ bilərəm. Putin bir mesaj göndərdi ki, ayın 16-sı da sən ora gələ bilərsənsə mən gələ bilərəm. Putin isə heç kimin kitabını oxumur. Bax, indi hər kəsi doğrudan da içi mən qarışıq bir sual düşündürür. Trump Putindən qorxurmu? Və yaxud o niyə bununla bu qədər ehtiyatlı davranır? Bir halda ki, dünyaya meydan oxuyur, asır, kəsir, nə bilim, Qrenlandiya belə getdi, Kanada elə getdi və s. və ilaxır. Rusiyaya çatanda onun səsi niyə titriyir? Buyurun. Ləman xanım, gerçəkdən siyasət çox mürəkkəb bir peşədir, mürəkkəb bir sənətdir. Onun ən belə deyək, çoxsaylı tərifləri arasında bir maraqlı tərifi də ondan ibarət ki, siyasət incə sənət deyil, amma çox incə bir sənətdir və bəzən belə deyək, peşəkar siyasətçilər və ya siyasətşünaslar siyasəti kəndirbaz sənədinə bənzədir ki, onun üzərində olan adamların hərəkəti o qədər peşəkar olmalıdır ki, həm tamaşaçını əyləndirə bilsin, həm də o kəndin üzərində dayana bilsin. Bugün mən Trump'ı bu baxımdan daha peşəkar kəndirbaz hesab edirəm. Onun nə Putin'dən, nə Rusiyadan qorxacaq tərəfi yoxdur və Rusiyanın Ukrayna işğal siyasətinə, işğal əməliyyatına ən doğru münasibəti də elə Rusiyanın rəsmiləri, başda Putin olmaqla, Rusiyanın hərbi siyasi elitası artıq fərqinə varıbdır. Siz bəyək qeyd elədiniz ki, iki tərəfdən biri sonunda qalib olmalıdır ki, bu müharibə bitsin. Ukraynaya, Rusiya. Amma Rusiya tərəfi bunu çox doğulun və düzgün ifadə edir ki, bu müharibə Rusiya ilə kollektiv qərbin müharibəsidir. Sadəcə olaraq müharibə bölgəsi dünənə qədər yalnız Ukrayna ərazisi idi, poligon, hərbi poligon. Amma son zamanlar, bunu hər kəs də bilir, artıq poligonun ərazisi genişlənir, coğrafiyası genişlənir. Poligon həm də Rusiya ərazisidir. Kursk timsalında belə deyək də, quru ərazilər və Ukrayna dronlarının hədəfləri istiqamətindən Rusiyanın 10.000 kilometrliyə qədər dərinlikləri. Söhbət bu dərinliklərdə olan neft qaz sənayesi obyektləri, hərbi təyinatlı zavodların, müəssisələrin, aeroportların və hərbi bazaların məhv edilməsidir. Yəni, artıq bu günlərin müharibə Ukraynada gedir demək prosesdən məlumatsızlıq əlaməti ola bilər. Müharibə bugün Rusiya və Ukrayna arasında gedir. Birində az, birində çox. Amma müharibə bu coğrafiyada davam etdirilir və müharibənin qarşı tərəfi də Ukrayna deyil, kollektiv qərbdir və bunun ardınca da Rusiya rəsmiləri yenə də deyir ki, kollektiv qərbin də bu müharibədəki yanaşması, baxışı Rusiyanı dünya xəritəsindən silməkdir. Bunun üçün də müharibənin uzadılması, bəzən Avropa ilə Amerika Birləşmiş Ştatları arasında fikir ayrılığının, fərqli mövqeyin ortalığa atılmasının mənim gəlmiş olduğum qənaət və yanaşmam ondan ibarətdir ki, bunu da Rusiya rəsmilərinin açıqlamalarından çıxış edilərək qeyd etmək istəyirəm ki, kollektiv qərb Rusiyanın strateji çökdürmə siyasəti həyata keçirilir. Strateji çökdürmə siyasətinin də məqsədi Rusiyanın nüvə silahından istifadə etmədən belə deyək də, iqtisadi, siyasi, sosial, hərbi cəhətdən çökdürməkdir. Bayaq biz atəşkəsin Rusiya üçün bədəllərindən danışanda dedik ki, atəşkəs olarsa artıq Rusiya xalqı və Rusiyada müharibənin belə deyək də, birinci eşalonuna göndərilən qeyri-rus xalqlarının Rusiya dövlətinə qarşı, Putin hakimiyyətinə qarşı bir daxili qiyamı, daxili etirazı başlaya bilər. Bax, bugün o strateji çökdürmə siyasətinin məqsədi uzun müddətli müharibə ilə Rusiyanı daxildən, taqətdən salmaq siyasətidir. Və Putin də bunun fərqindədir, sadəcə alternativləri yoxdur. Siz diqqət edirsinizsə, ayın 10-u Kiyevə gələn 4 Avropa liderlərinin vermiş olduğu açıqlamalardan biri Ukraynaya dəstəklə yanaşı, həm də o növbəti sanksiyalar paketi idi. Bəlkə də bunun, belə deyək də, sterikası idi, bunun vahiməsi idi ki, Putini gecə saat 3-də vadar elədi ki, yuxudan yarımçıq dursun, Moskvadakı jurnalistləri bir araya yıxsın ki, mən Türkiyə prezidenti cənab Ərdoğana da müraciət edəcəm ki, vasitəçilik eləsin. Bunun ardınca nə baş verdi? Elə həmən qərb dövlətləri İstanbul danışıqlarının nəticəsinə qədər sanksiyaların dayandırılmasını fikirləşdilər. Bəzən bir atalar sözümüz var, deyir, suda batan adam saman çöpündən də yapışar. Yəni, bu bir gün ərzində nə dəyişəcəkdir məsələsi, mənə elə gəlir ki, elə Putinin o bir günü qənimət bilməsi kimi bir şeydir. Çünki o bir gün gəldi, keçdi və mən deyərdim ki, İstanbul danışıqlarına Rusiyanın təşəbbüsü olmasaydı, Rusiya indiki qədər daha da çox biabır olmuş olmazdı.
İstər ora göndərdiyi nümayəndə heyətinin fransız jurnalistlərinin suallarının qabağından qaçması. Bir var sualı cavablandırmamaq, sualın cavabına başqa şeylər demək. Bir var rəsmən sualın qarşısında bloklanmaq və səhnəni tərk eləmək. Bunlar yaşandı və orada təşəbbüsün müəllifinin ortalıqda olmaması baş verdi. Və bu günlərində sizin də qeyd etdiyiniz kimi İstanbulda əgər çox mötəbər bir tədbir, həyatı bir məsələ müzakirə olunursa, heç şübhəsiz ki, Ərdoğan kimi təcrübəli bir siyasətçi o fürsəti əldən verməzdi, o tarixi anların şahidliyini, o tarixi anların ağsaqqallığını özü edərdi. Demək ki, oradan ciddi nəticə yoxdur ki, özü Avropa Siyasi Birliyinin 6-cı samitində iştirak eləməkdən ötəri Albaniya paytaxtı Tiraniyaya səfərə getdi. Bax, bu baxımdan mən hesab edirəm ki, Trumpın Putindən qorxduğunu düşünmək, Trumpın o gerçək siyasi niyyətlərinin tam təhlil etmədən gəlmiş bir qənaətdir və yaxud da ki, yenə belə deyək də, ortalıqda olanlara münasibətdə adam əvvəl deyir ki, gəlsin mən də gələcəm, sonra siz dediyiniz kimi, mən orada yoxam, o niyə gəlmir? Sanki bu getmədiyinə görə gəlmir və dalınca da sizin qeyd edədiyiniz kimi mesaj verir ki, mən 16-sı da gedə bilərəm. Yəni 16-sı gəlirsinizmi? Onu görürəm də, yəni o qədər ehtiyatlı bir mövqe. Ya özünü sındırmır ki, bu məndən hesablaşmır, ya da ki, doğrudan da adam belə suala cavab tapa bilmir ki, bax, bu siyasət budurmu yəni? Bu siyasətdirmi? Bu siyasətdən çıxış yolu budurmu? Axı, sən nə qədər də düşünsən ki, mən yaxşı siyasətçiyəm, kənardan bir qədər gülünç görünür. Yəni adam ciddi bir xarakter göstərmir. Yəni ABŞ kimi bir super gücün başında duran adamın bir ciddi xarakteri ortalıqda görünmür. O mənada soruşuram. Yəni bəlkə də bir sualım da biraz qəribə çıxar amma. Ləman xanım, Trump birinci hakimiyyəti dövründə, hətta hakimiyyətindən əvvəl bir film personajı kimi də qeyri-ciddi obraz olur, amma həm də belə deyək də cobut forması olan, hər kəsin, hətta birinci hakimiyyəti dövründə Avropa Birliyində çəkilən şəkil zamanı Avropanın kiçik ölkə liderlərinin kənara itələyib özünün birinci zərgəyə keçməsi, keçmiş Roma papası ilə əl zarafatları, hərəkətləri bu dünyaya bəlli olan bir Trump imicidir, Trump sifətidir. Amma ikinci hakimiyyətə dönüşü ərəfəsində, yəni rəsmən ki, noyabr ayında onun prezident olması ilə bağlı belə deyək də rəsmi qərar qüvvəyə mindi. Ondan sonra və xüsusilə də 20 yanvar 2025-ci ildən bu yana açıqlamalarında dünyanı sanki bir növ əyləndirilmiş kimi hərəkət edir. Yəni, gerçəkdən onun hərəkətləri daha çox kəndirbazın ətrafına yığışan əhalini əyləndirəcək bir kəndirbaz hərəkətlərinə bənzəyir ki, deyir, mən bir gün həll edəcəm Rusiya-Ukrayna müharibəsini deyəndə sarkazmla deyirdim bu sözü. Ardınca əvvəl deyirdi ki, biz pul verib alacağıq Qəzza torpağını, sonra dedi ki, ora bizimdir, oradakı ağzıdır. Bunu başqa cürə ifadə eləmək mən çox da uzaq tarix deyil. Biz xatırlayırıq, orta nəslin nümayəndəsi kimi, tarixi izləyənlər də yaxşı bilirlər ki, keçən nəslin 60-cı illərində bəlli Amerika siyasətindən kənara çıxmaq istəyən Amerika prezidentini necə aradan götürdülər. Yəni, bu günlərin bu qədər zikzak siyasət yürüdən Trump'ın siyasəti dərin Amerikanın siyasi strategiyasından kənara çıxmış olsaydı, yəqin ki, o güllə onun qulağına yox, elə beyninə tuş gələ bilərdi və başqa xoşa gəlməz hallarla o da bugün həyatda olmazdı. Bugün Amerika Birləşmiş Ştatları yeni dünya düzəni formalaşdırır. Bu dünya düzəninin formalaşmasında da onun qarşısında olan ölkələr var. Başda Çin Xalq Respublikası olmaqla Rusiya Federasiyası, İran dövləti və o cümlədən əslində Şimali Koreya onun qarşısında deyil, sadəcə nüvəsi var deyim, ondan biraz məsafəli gəzir. Bilir ki, belə deyək də bu tikanlı balıqdır, bunu rahat ulqam deyil. Saxlayır ki, o daha çox böyük hədəfləri aşırandan sonra yəqin ki, Şimali Koreya dəstəyini itirdikdən sonra o günəşin işığı qarşısında əriyən buz kimi sistem özü sıradan çıxa bilər. Elə bu günlərdə bildiyiniz kimi İranla ABŞ arasında keçirilən danışıqların 4-cü raundundan sonra hər iki tərəfin ritorikasında yenidən bir sərtləşmənin nümayiş olunması onu göstərir ki, Amerika Birləşmiş Ştatlarının hazırki prezidenti ona ayrılmış rolu çox peşəkarcasına ifadə etməyə bacarır. Deməli, əziz dostlar, bizi izləyən 400-ə yaxın insan var canlı yayımda. Verilişimizi lütfən bəyənin və paylaşın. Elə
bayaq bir sərt açıqlama gəlmişdi Amerika rəsmisindən ki, deməli nüvə məsələsinə görə biz İranın altını üstünə çevirərik deyə təxminən buna oxşayan bir açıqlama var idi və bu məsələdən nöqtələnməyib. Hərçənd Trumpın açıqlamalarında sanki belə bir təəssürat vardı ki, onlar bu məsələdə də anlaşa biliblər, dil tapa bilirlər. Danışıqlar isə 5-ci raunda artıq keçəcək və indi hədələyən, yəni ki, bunu da deməliyik ki, yəni ABŞ ancaq hədələyir və Rusiya ancaq hədələyir, İran da hədələyir, İran da boş dayanmayıb. Amma bugünkü görüşümüzdə, söhbətimizdə İranı istəmirəm ki, qataq bura, o ayrıca bir mövzudur artıq. Dron müharibəsi, artıq diplomatik səyləri üstələyir. Baxın, biz indi deyirik ki, İstanbulda danışıqlar başlayır, amma eyni zamanda da Rusiya və Ukrayna hava zərbələrini intensivləşdirir və hücumlar əsasən Ukraynanın 5 regionuna yönəlib əziz tamaşaçılar. Ən ciddi zərbələr Odessaya dəyib, burada mülki infrastruktur dağıtılıb, bir neçə yanğın baş verib. Deməli, Kiyev vilayətində inzibati binalar, bir yaşayış evi və ticarət obyekti zərər görüb. Dağıntıların əksəriyyəti vurulan dronların qalıqlarının yerə düşməsi nəticəsində baş verib deyə xəbərlərdə qeyd olunur. Deməli, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə bu Rusiya ordusunun, yəni mayın 15-dən 16-sına keçən gecə Ukrayna ərazisinə 112 kamikadze dronla hücumu nəticəsində baş verənlərdir. Onlardan 73-ü Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, 36-sı isə aldadıcı hədəf kimi istifadə olunub. Bu Rusiyanın təkcə hücum yox, eyni zamanda Ukraynanın hava hücumundan müdafiə sistemlərini aldatmaq məqsədi güddüyünü deyir deyə xəbərlərdə qeyd olunur və əziz tamaşaçılar, yeri gəlmişkən bu arada deməli daha bir açıqlama da var. Yəni bu Ukraynada boş dayanmayıb, çünki ötən gün dedik ki, Ukraynada eyni şəkildə Krımda deməli artıq xeyli dərəcədə hətta 2 aeroportun vurulması ilə nəticələnən hadisələri həyata keçirib, Rusiyanın ilhaq etdiyi Krım yarımadasına PUA hücumları nəticəsində Krımın mərkəzində yerləşən Perevalnoye qəsəbəsindəki silah ambarı dron zərbəsinə məruz qalıb. Yalta, Sevastopol, Alupka və Aluşta şəhərlərində partlayışlar olub. Simferopol, Aluşta avtomobil yolu təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb deyə hər halda xəbərlərdə belə deyilir. Dediyim kimi, burada danışıqlar, orada isə əlin güclənməsi. Bu nəyin işarəsidir? Yəni, bu da belə deyək, danışıqlara təsir göstərən argumentlərdirmi? Yəni, mən güclüyəm, belə deyək, eyfariyasına köklənməkdirmi? Yoxsa nədir? Yəni, danışıq, əgər bir halda ki, masaya oturursan, danışıqları müzakirə edirsən, amma eyni zamanda da cəbhədə artıq sən, belə deyək, əlvi sürətləndirirsən, əlvi gücləndirirsən. Bunun bir hansısa bir anlamı varmı? Ümumiyyətlə, nəyə işarədir bu? Ləman xanım, bu əslində İstanbul görüşlərinin hələ verilişimiz başlayarkən siz orada Türkiyə mediasına istinadən paylaşılan məlumatları göstərdiniz ki, artıq rəsmi görüşün başlanmasına yaxınlaşır. Yəni, görüş başlamadan belə sahada baş verən proseslər o görüşün effektinin olmayacağının mesajıydı, görüntüsüydü, açıqlamasıydı və biz yəqin ki, bu bizim efirimiz gedən saatlarda da elə İstanbuldakı danışıqların yəqin ki, ilkin təəssüratları da o bağlı qapılar arxasından sızan informasiyalarla aydın olur ki, heç də orada çox uğurlu nəticə olmayacaqdır. Ən yaxşı halda İstanbul danışıqlarından ərəb diplomatiyasının belə deyək də oxşar variantı olacaq ki, deyir, biz razılaşdıq, qərara gəldik ki, heç vaxtı razılığa gəlməyək. Və bu danışıqların da ən yaxşı razılıq ola bilər ki, atəşkəs olmadan danışıqlar, səmərəsiz danışıqlar xüsusilə də davam etdirilsin. Deməli, bu arada Rusiya şərt də irəli sürüb, əziz dostlar, ABŞ və Türkiyə olmasın deyə Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda ABŞ nümayəndələrinin iştirakına qarşı çıxıb. Axar az xəbər verir ki, bu barədə Interfax mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Türkiyə nümayəndə heyəti də salamladıqdan sonra danışıqları tərk etməlidir. Bu, dediyim kimi, yenə də Rusiyanın şərti.
Rusiya oynamıram deyir də yəni. İlkin şərt olmadan görüşə hazırlıq nədir? Heç bir vasitəsi olmadan görüşmək nə deməkdir? Və sən özün də gəlib elə Türkiyəni seçmirsən ki, mən sizlə görüşürəm, amma bağışlayın, ev sahibinə deyir ki, sən çıx evə, mən sənin evində danışacağam, amma sən olmayacaqsan. Bax, belə bir... Başqa bir tərəfi bu məsələnin bilirsiniz nədir, Ləman xanım? Bu Rusiya, həmən Rusiya, Azərbaycanla Ermənistan arasında vasitəsilə eləmək istəyir, yol göstərmək istəyir. Bəli. Bu qədər cığallıqla. Bu qədər cığallıqla və bu qədər... Amma əksinə Azərbaycanla Ermənistan sübut elədi ki, birbaşa danışıqlar üçün üçüncü ölkənin arasına getmək lazım deyil. Elə sərhəddə də görüşmək olar. Birbaşa təmasların digər müasir texnologiyanın imkanlarından istifadə edilərək davam elətdirməkdə olar. Yəni, bu baxımdan Rusiya Cənubi Qafqaz ölkələrinə yol göstərməkdənsə, onların münaqişənin həlli ilə bağlı əldə etmiş olduğu nailiyyətlərdən səmərəli istifadə eləsə, məncə daha xeyirli olar. Nəinki özünün təşəbbüskar olduğu təklifin ziddinə olaraq sonradan yeni şərtlər, özə pozucu şərtlər irəli sürməklə sülh danışıqları və yaxud atəşkəs danışıqlarının aparılmasında iştirak eləməsi ilə. Merzin açıqlamasını bayaq dedim, əziz tamaşaçılar, Putin özünü pis vəziyyətə saldı, sanksiyalar hazırdır deyib, Prezident Zelenskinin onsuz da Türkiyəyə getməsi çox böyük güzəştdir. Putin gəlmədi, özünü pis vəziyyətə saldı. Almanya kansleri Friedrich Merz özünün X səhifəsindən yeni bir paylaşım edib, yeni sanksiyalar paketi hazırdır, onu çərşənbə axşamı Brüsseldə qəbul edəcəyik. Bax, bu sadəcə 20-ci paket olmalı deyəsən, səhv etmirəmsə. Bax, bu 19-lu qəbul edilər, nəyə nail oldular? Mən də bunları başa düşə bilmirəm ki, bu Avropanı. Bu sanksiyalar Rusiyanın nəyinə yaradı, bax. Yəni, yenə də o əli güclüdürmü? Güclüdür. Yenə diktə edirmi? Edir. Yenə vurub öldürürmü? Vurub öldürür. Yenə də Putin istədiyini edirmi? Edir. Sən bu sanksiyalar paketini işə sal. Nə olacaq? Ləman xanım, 19-u nəyə yaradı ki, 20-si nəyə yarayacaq? Ləman xanım, biz bayaqların Rusiyanın bu müharibədə Qərbin ona uyguladığı siyasətlə bağlı bir neçə fikir səsləndirdik. Mənə elə gəlir ki, biz o sanksiyalar nəyə yarayır sözünü məhz Rusiyanın strateji çökdürmə siyasətinin tərkib hissəsi kimi baxmalıyıq. Rusiya kimi nəhəng bir ölkə, nəzərə alsaq ki, Rusiya əhalisi, belə deyək də, Rusiyanın bir Moskva, Peterburg boyda əyalətində əhalisi yaşayan ölkələr var. Rusiyanın əhalisindən çoxdur Bangladeşin əhalisi. Əhalisinin sayı 150 milyonun üzərində olan onlarla ölkə var. Amma Rusiyadan sonra gələn ikinci ölkə ərazisi 10 milyona çatmır. Rusiyanın isə 17 milyon kvadrat kilometrdən də artıq ərazisi var. Yəni, təbii zənginliyi böyük olan ölkədir, nüvə dövlətidir. Rusiyanı hətta nəinki 20, hətta 40-cı sanksiya belə Rusiyanı tamamilə taqətdən salmaya bilər. Amma bu 19 sanksiyanın nəticəsində müharibə, bayaq qeyd elədik, Ukraynanın ərazisində başlayan müharibə bugün Rusiyanın ərazisində davam etdirilir. Bugün Rusiyanın paytaxtı Moskva Ukrayna dronlarının, belə deyək də, legitim hədəfinə çevrilmiş vəziyyətdədir. Başa düşəmək, nə vaxta qədər amma? Bu tərəfdə də biz Ukraynanı, belə deyək də, gündə bayaq bir statistika söylədi. Siz söylədiniz, yoxsa... Yox, bir statistika var idi, Natik Çəfərli, 400 min, 2024-cü ildə yarım milyon, 400 minin də yuxarısı insan ölüb, elə bir statistika var deyir. Və əvəzində isə 100 mində doğulan, deməli... Bir ildə? Bir ildə. Söz nasıl o inandırıcı gəlmir? O düz mənbəyini demədi, amma ki, dedi 400 minə... Yəni, Ukrayna ərazisində... Ukrayna əhalisinin 400 min itkisi var deyir Ukraynalıların. Və əvəzində isə 100 min yeni doğulan. Yəni, bu həm də demografik vəziyyəti göstərdi. Mən onun üçün deyirəm ki, indi bu geçsin, uzansın, amma nə vaxta qədər? Ukrayna əhalinin axırıncı adamı qırılana qədərmi? Elə keçmiş, belə deyək də, Sovet diktatoru, Rusiyanın varisi olduğu Sovet imperiyasının diktatoru olan Stalinin bir ifadəsi vardı. Bir nəfərin ölümü faciə, milyonların ölümü statistikadır. Bugün o beynəlxalq güclər üçün, dünya nəhəngləri üçün, xüsusilə də onlardan olmayan milyonların ölümü statistikadır və yeni dünya düzəni üçün həm də çox təəssüflə də olsa qeyd etməliyik ki, bir növ yolların təmizlənməsidir, yeniliyə doğru atılan addımlardır. Bugün nə Ukraynada o günahsız insanların ölümü
o dünya gücləri üçün belə deyək də böyük o balinanın göz yaşları deyirlər, səbir bilmirəmsə belə bir ifadə var. Bu gün Ukrayna faciəsinə ağlayan o beynəlxalq güclər əslində elə o balinanın göz yaşını tökən kimi bir şeydir. Avropada və ya dünyanın başqa bir nöqtəsində bir insanın faciəsini elə bir formada təqdim edirlər ki, elə bilirsin ki, doğrudan da dünya uçuq deyir qalmışıq altında. Amma Mariupol şəhərində yaşanan o dəhşəti, vəhşəti və ya digər Bursada olan hadisələri sanki belə olmalıymış kimi qəbul elədilər və üzərindən də keçirə getdilər. Ona görə bu günlərim Rusiya-Ukrayna müharibəsinin uzanması, o yeni dünya düzəninin formalaşmasını istəyən və ona müqavimət göstərən əks elitalar üçün statistik göstəricilərdir. Tərəflər bir-birini son nəticələrə görə qiymətləndirib, son nəticələrə görə mühakimə edəcəklər. Doğru və əziz tamaşaçılar, elə burada baxıram, deməli bizi izləyən izləyicilər də yazırlar. Əli Qismət Cabbarov yazır ki, müharibənin nə vaxt bitməsinə artıq Trumpla Putin çoxdan müəyyən ediblər. Valla, məncə elə başlamasını da özləri müəyyən etmişdilər. Yəni, doğrudan da mən düşünürəm ki, əgər Rusiya tutaq ki, hücum ərəfəsində hansısa şərtlər irəli sürmüşdüsə də, Ukrayna desəydi ki, baş üstə, gözüm üstə, gəl tutaq ki, bu oranı sənə verim, əlvi çək məndən, yenə də çəkməyəcəkdi, yenə də müharibə. Mümkünsüz idi, bəli. Çünki bu planlı bir müharibədir, belə başa düşülür və planın vaxtı hələ dolmayıb. Yəni, yəqin ki, haçan müddət bitəcək, bunu da elə yəqin ki, özləri bilirlər. O vaxta qədər sürünməlidir. Əli Qismət müəllimə təşəkkür edirəm, bizi izlədiyi üçün, dinlədiyi üçün, münasibətini bildirdiyi üçün. Bu, mən deyərdim ki, həddən artıq konspiroloji yanaşmadır ki, hər şey plan üzrə gedir, hər şey planlaşdırılmış bir kimi məsələdir. Yenə mən o məsələyə qayıdıb xüsusilə vurğu salmaq istəyirəm ki, bugün beynəlxalq güclər arasında yeni dünya düzəninin yaradılması, formalaşması istiqamətində qızğın mübarizə gedir. Qardaş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yaxşı bir ifadəsi vardı. Mövcud dünya konjunkturası ilə bağlı ki, dünya 5-dən böyükdür. Artıq 2-ci Dünya müharibəsindən sonra formalaşan BMT sistemi, beynəlxalq münasibətlər sistemi, beynəlxalq hüquq bugün belə deyək də, yalnız 3-cü dünya ölkələrinə münasibətdə bu və ya digər formada hüquqi qüvvəyə malikdir. Böyük dövlətlər artıq həmən o sistemi də, həmən o beynəlxalq münasibətlərin əsasında yaradılan beynəlxalq hüququ da çoxdan kənara qoymuş vəziyyətdədir. Və bugün dünya gerçəkdən 5-dən böyümüş bir vəziyyətdədir. Türkiyə dünənki Türkiyə deyil, İran dünənki İran deyil, Hindistan dünənki Hindistan deyil. Yəni, belə ölkələrin sayı 5-dən bəlkə də 2 dəfə böyükdür. Bu münasibət isə xaos dövrüdür. Bu münasibətlər isə, bax, hazırki, belə deyək də, sülhün, birgə yaşayışın, mədəni, sosial, iqtisadi inteqrasiyanın yerini tutan millətlər arası, dinlər arası, təriqətlər arası münaqişələrdir, müharibələrdir ki, yeni dünya nizamı, yeni dünya düzəni formalaşmayana qədər biz getdikcə bu proseslərin daha da digər coğrafiyalara sıçramasıyla, yayılmasıyla qanlı qadalı müharibələrin şahid olacaq. Əli Qismət müəllim. Yəni, bu məsələnin qarşısında Putin də, Trump da belə psixmasın çox xırda figurdur. Artıq o deyir, ox yaydan çıxıb. Ox yaydan çıxıb. Aygün Kazımov deməsə, yay çıxıb da oxdan. Yay çıxıb bəli oxdan. Yay o. Deməli, əziz tamaşaçılar, bu da o qədər siyasi yüklənmiş ki, istəyirəm arada bir dodağımız da qaçsın. Çünki 40 dəqiqə danışırıq və mən yenə də o başlığa qayıtmaq istəyirəm. Deməli, bayaq fikirlər səsləndi, Interfax yazdıqları nə qədər doğrudsa da, yəni Rusiya nümayəndə heyətinin diktəsi Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda ABŞ nümayəndələri iştirak etməsinin, sonra da Türkiyə nümayəndə heyəti də salamlaşdıqdan sonra dərhal çıxın bayıra. Yəni ki, belə. Yəni bu artıq ifrat düşünürəm ki, harınlığın, qudurğanlığın, pozuculuğun nümunəsidir. Mən buna başqa ad və bu baxımdan da Almaniya kanslerinin dedikləri həqiqətdir. Bu səfər, əslində, daha doğrusu bu təşəbbüs Rusiya üçün 2 qat zərbə oldu. Belə bir məşhur deyim də var, ayı xidməti.
Bax, Rusiyanın bu təşəbbüsü Rusiya üçün bir ay xidməti oldu. Təşəkkür edirəm Talih müəllim. Çox sağ olun söhbət üçün. Əziz tamaşaçılar, Talih Əliyevlə gündəm müzakirə etdik. Sizdən isə ricam verilişimizi bəyənin və paylaşın olacaq. Salamat qalın, qarşıda görüşəcəyik.